Assalamualaikum hörmətli Uyğur TV görmənləri. Sağlamlıq proqramımızın bugünkü sanlı görüşünlərini qarşı alınız. Bugün sizlərə alıqatның şifalıq rolunu tanıştırmaqçımız. Alıqat bolsa Piligen ailəsindəki çatqal dərəx olub bu yupurmaq taşlaydigan kiçik dərəxnin meyvəsi. Alıqatnınki yuprağı kiçik buldu, dəsti qısqı buldu, həm gücmək ösüdigan bulub alıqat özü pişqanda qızdırdıgan, təmiz şirin bolğan bir meyvə. Həm də alıqat bolsa vətənimizin, yəni Şərq Türkistanın hər yerdən çıxıdı. Alıqatның ozuqluq tərkibi degan vaxtımızda alıqatның tərkibində vitamin A, vitamin C, vitamin B1 mol buldu. Həm də bu alıqatның təbiəti bolsa Uyğur təbabətimizdə öl soğuq deyə qarılıdı. Xüsusiyyəti bolsa o özününki öllüki bilen vücudumuzdaki gayri tabi safrani ve savdani sürüp çıkırdı. Hatta hararetinin eşip ketişini tormozlaydı. Börek ciğerini kuvvetlaydı. Kanı tazlaş, mənini köpəytiş, xüsusiyyəti ege. Kan tumorlarını canlandırış, hatta kandaki nokçalarını eritiş, kanı sulandırış roluğa ege. Hem de biz bunu terkibide A vitamininin köp buluş bilen közge paylıq dep qaraymiz. Bu adətdə közünü roşan qilish, közünün körüş kodunu aşırış, roluğa ege bolsa, C vitamininin köp buluşu bilen terilerin qurğaqlaşıb, yerilib ketişinin aldını eliş, immun gücümüzü kötürüş, ciğerinin xizmetini yaxşılaş, kanını köpəytiş, xüsusiyyətlərə ege dep qarılıdı. B vitamin, yani B1 vitamininin köplüğü bilen bedenimizge ozuqluq tuluqlaş, məğimizdeki quvvetini aşırış, hüceyrelerinki yeniləşini saqlaş, rolu bağ dep qarılıdı. Hem de Uyğur təbabətə xüsusiyyəti bolsa, gayri təbii kan və safra xiltini təngşəş, hararetini pəsəytiş, börək xizmetini yaxşılaş, ciğerini quvvetləş, aşqızanını yaxşılaş. Ondan başqa kan tumalarının toslub qalışını və kan tumorlardaki pıxtılınınki alıp gelişinin aldını aldı. Kan tumorlarını eçiş, yani körüş kodunu kuvvetleş, roluğa ege dep qarılıdı. Şıltıdığın kesellikler, börek acizliği, məni kesilip ketiş, yani ciğer xizmetinin tüvəllikiden boğan cinsi acizlik üçün məni azlap ketişken mənfəət qıldı. Yuqurqan besim, kesil boğan, qandama yuqurlap ketken üçün işletimiz, çünkü bu kolesterolunu düşürüdü, dep qarılıdı. Hem de alıqat bolsa, alıqatni bəhmən, əgri-sunay qatarlıqlar bilə işlətken vaxtımızda, yani bunu tən miqdar edib işlətkəndə ciğer xizmetini yaxşılaydı, ciğer acizliği, börek acizliklarga mənfəət qılıdı. Hem de bunu yani alıqatni 30 gram çilanı qoşub, qaynatıp, çay damlap içpəgəndə diabetinin aldını alıdı ve yuqurub qan besimini tormozlaydı. Yani yuqurub qan besim bolğan kişilərə bunu davamlıq içpəsə mənfəət qıldı. Alıqatni yani qar ürük, abibediyan qatarlıqlarını 15 gramdan elib, içpəgən vaxtımızda yuqur qan besimini düşürüdü, közünü roşanlaşdırıdı, bədəndəki artıq toksinini bədən sırtığı çıxırdı. Hem de alıqat bolsa köp iştimal qıp ketken vaxtımızda aşqazanını buzub qoydu. Çünkü onun təbiəti öl soğuk boğaşqa aşqazanınki öllügünü aşırı ötüdü. Şuna alıqatni adətdə 7 gramdan 15 gramgacha istimal qilish lazım. Eğer de bu ziyan qıp qalsa tüzətkisi bədiyan. Alıqat tapamısaq zırıq, yani onun tüzətkisi bədiyan. Orun basarı bolsa zırıq deyildi. Ondan başqa alıqat şərbeti ve alıqat başka içimliklerini, alıqat içimdeki qatarlıqlarını işletip yasaşqa muvafiq keldiğen bir meyve bulup, alıqat adətdə soğuk mecaz kişilerinki başta ağırtıp koydu, şu an soğuk mecaz kişilerinki yaki kan soyulup ketken, kansız boğan adamlarının işletmesi gerek. Ondan başka yana alıqatın 12 gram, ücme, 12 gram, soğuğun 35 gram elip, həmisini beraber qaynatıp içip bəgən vaxtımızda ötkür kana yalığa mənfəət qılıdı. Alıqatның öl yupurmaqını otqa qaqlap, qızıtıp, sarğatqandan keyin küncet yağı bilen arlaştırıp istimal bəsə tük xaltınlarının yallığını yandırdı. Mesela beşinizdə ya bədənimizdəki tük xaltıçıları yallığını qalğan bolsa, bir sürüp bəsək mənfəət qıldı. Onundan başqa alıqatını
Pişik agrisunay, sabdigüller bilen katip istimal kılgan vaqtımızda kan besirini düşürüdü, hararatını pasaytıdı. Alqatning qizil mevasini shaqaqul bilan katip istimal qilgan vaqtimizda sil kasaliga manfaat qildi. Endi alqatni ko'p istimal qilgan vaqtimizda sovuq mijoz kishilarniki beshini og'ritdi, oshqozoniga ziyon qildi. Shunlashqa alqatni istimal qilgan vaqtimizda 7 gramdan 15 gramgacha istimal qilish lozim. Alqat agar ziyon qilgan vaqtida alqatni tuzatuvchisi badiyan, alqatninki o'rinbosari bo'lsa ziriq. Sağlamlık programımızın bugünkü sani işe daxillaştı. Keyinki sanda görüşkice hammalarni Cenab-ı Allah'a tapşırdım. Esselamu Aleyküm ve Rahmetullah.